Hamıya salam. Bugünkü videomuzda əsasən Fərid bəydən bir yerdəyik. Əsas məsələ də nədir? Azərbaycanda bu yerli bazarda görürsünüz ki, motosikletlərin qiyməti çox bahadır. Yəni biz özümüz gördük, ətrafdan da bizə nə qədər çox adam yazırdı ki, bəs motosikletlər çox bahadır. Aşağı kub motosikletləri 9000-ə, 10000-ə, 11000-ə, 12000-ə alırlar. Yəni hələ bu 150 kub motosikletlərdən söhbət gedir də. Ona görə Fərid bəydən söhbət etmək istədik ki, bəs Fərid bəydə özünün şirkəti var və o motosiklet gətirir. Artıq bazarda rəqabət başlayıb və insanlar yüksək kub motosikletlər istəyir. Amma bunu əldə eləməyin qiyməti də bahalaşıb. İndi Fərid bəydən danışmaq istəyir ki, Fərid bəy, bu motosikletləri gətirirsiniz. Hansı kub motosikletləri daha uyğun qiymətə gətirə bilərsiniz və Azərbaycanda hansı motosikletlər rahat olar sizin fikrinizdə? Hər vaxtınız xeyir olsun Ömür bəy. İlk öncə hər birinizi, bütün motosiklet həvəskarlarını salamlayıram. Biz də öz şirkətimiz olaraq hər zaman gənclərin, həvəskarların hər zaman yanındayıq. Biz belə məsləhət görə bilərik ki, tövsiyə edə bilərik ki, ümumi böyük kublu motosikletləri Dubay və Amerikadan birbaşa şəkildə biz sizin üçün əldə edə bilərik. Dubaydan 15-20 gün aralığında, Amerikadan isə 30-65 gün aralığında sizlər üçün təhvil verə bilərik. Və bizdə belə bir sual var ki, niyə gənclər və həvəskarlar böyük kublu motosikletlərdən istifadə etməsinlər? Şəhərdə bildiyiniz kimi hal-hazırda Azərbaycanda motosikletlərə böyük şəkildə, ətraflı şəkildə tələbat yaranıbdır. Yəni keçən illərə baxanda nisbətən bu illərdə ümumiyyətlə belə deyim, çoxluq təşkil edir. Biz 300, 400, 500, 600, 700 kublu motosikletləri Amerikadan və Dubaydan birbaşa şəkildə Metro nə insan qalır? Dropa tərəfə çıxır oraya. Elə get, aşağıdan sola dönərsən. Bəli.